Rəqsanəyə dəstəyə görə minnətdaram. Can, mən dəstək deyəndə ki, mən doğrunu demişəm. Bu adam müğənnidir. Müğənnini, əgər deyirsinizsə, hamını deyin. Geyinənlərin hamısını deyin. Deyin, filan da, filan da, filan da, filan da. Kimlər geyinibsə, hələ Azərbaycan müğənnilərinə, mən Avropanı da demirəm. Onları da deyir, rəqsanəni də deyir. Yox, təkcə rəqsanəni deyib də, bugün, məsələn, indi bilirik də, Rəqsanə xanımı bugün Allah biraz çətin sınaqlardan keçirir. Bu məqamında biz el arasında belə deyirik ki, yıxılana, mən yıxılana sözünü Rəqsanəyə şamil eləmirəm. Niyə yıxılır ki, Allah şükür, yanında həyat yoldaşı, balaları, qızı. Bilirsən vəziyyətini ki, bugünkü günü Rəqsanə sıxıntıdadır. Niyə Rəqsanənin şəklini, o birisilər də var, yadınızdadır. 2 ay bundan əvvəl kimlər səhifələrdə şəkillər qoymuşdu. Yəni olmaz. Deyirsiniz hamını deyin, demirsiniz də bir nəfəri deyib də üstünə bu boyda getmək olmaz. İnsanın onsuz da zaten bugünkü gün psixoloji durumu nə çəkdikləri bəllidir. Nə qədər özünü belə qorda tutsa da. Belə. Hə də mən deyirəm, yəni deyirsiniz hamını deyin, onda bu tənqid olur. Yox, bir nəfəri deyəndə bu tənqiddən çox qərəzə oxşayır və lağa oxşayır. Məsələn, onu mən eləsəydim, mənim yoldaşıma desəydi, mənim yoldaşım o danışılan sözdən sonra gəlib məni, demək istəmirəm sosial şəbəkədə, xəsarət yetirərdi mənə. Mən bilirəm də, mən bilirəm. Yəni, o cümlələri mənim yoldaşımın ünvanına deyilsəydi, mənim yoldaşım mənə, mən xəsiyyətini bilirəm. İnsandır da, insan psixologiyası. Hamı sakit deyil ki, adam var bir dənə sözlə, özdə ki, bu ictimaiyyət arasında deyilir ki, yəni, sənin ərin hara baxır da, yəni, tipa belə deməkdir. Məsələn, o söz mənim ərimə deyilsə, vallahi billahi baltasını alıb gəlmişdindi. Belə, biri yazıb Tovuzdan Qazi qardaşınıza dəstək olarsınızmı? Buradan salamlayıram. Vallahi bir hələ cümlə işlətdim ki, ay müğənnilər, siz gedib pullu imkanlı adamlara pul verməkdənsə qazilərə eləyin. Məni Rayət İmaməliyev bu cümləmə görə çox pis qınadı. Dedi ki, sən kimsən ki qaziyə kömək eləyirsən? Ona görə də, amma vaxtı ilə kömək də istəyiblər, eləmişik də, sübutlar da əlimdədir, YouTube kanalıma da qoymuşam. Ona görə də gedin Rayət İmaməlievdən kömək istəyin. Deyin ki, bizə köməyə səsləyən, kömək eləyən müğənnini lağ obyekt elədiniz. İndi o da bizə, burada yazan adama deyirəm, deyirsiniz ki, Tovuzdan Qazi qardaşınıza kömək eləyin. Allah kömək olsun. Belə. Çox sağ olun Fidan xanım. Hamınızı öpürəm Leyla xanım. Var olun. Ahu. Ay qaynadı. Hə. Bəh, bunun ətrinə baxın da.